Axar TV-nin studiyasında bugün Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgindir. Xoş gördük Mahmud bəy, hər vaxtınız xeyir olsun. Mahmud bəy, sizinlə Amerika Birləşmiş Ştatları İran münasibətlərindən danışacağıq. İranla Amerika Birləşmiş Ştatları arasında gərginlik davam edir. Bu nə ilə nəticələnə bilər? Nə illəti çox qədir İran hakimiyyəti başlanğıcdan dünyaya savaş açdığı, özəlliklə ölüm olsun Amerikaya, ölüm olsun İsrailə dediyin əsasında buna dayanaraq nüvə silahına üst tutması, raketlər, uzun mənzilli raketlərin hazırlaması, niyabəti qüvvələrinin qonşularında İslamın şiəçiliyi əsasını orada yerləşdirməsi və beləliklə dünyaya meydan oxuması idi. Və buna görə də Amerikanın dış işləri keçmişdə, təzəlikdə dedi ki, bu üç konuda biz İranla danışmağa hazırıq. Amma ki, Trump iş üstə gələndə ki, təzəlikdə danışdı. Dedi, bizim əsas məsələmiz nüvə məsələsidir, atom məsələsidir. Biz İranın atomda əl tapması əslən bizə qəbul deyil və İran təhlükəli ölkə olduğu üçün mütləq bundan uzaq durmalıdır və aynı Libiya ki, 2003-də nüvə məsələsindən quldan əl çəkdi, uzaqlaşdı. İran da elə əl çəkməlidir. Yoxsam ki, biz silahlı demək ki, müdaxiləyə etməyə hazırlığımız var və İsrail də bu işi köməyə onun rəhbərliyi edəcəkdir. İran tərəfindən, Amerika tərəfindən bəlli, İran tərəfindən də hədəf çox budur ki, bununla bağlı eləyə bilsin, müəyyən paylar alsın ki, bəlkə bu ambargo ki, İranın üstündə vardı, onlarla bağlı bir açılışlar olsun ki, eləyə bilsin bu İranın bu azıq, açıq və çətin ekonomik, iqtisadi durumundan müəyyən bir qurtuluşu olsun və buna görə zaman axtarır. İstəmir bu nüvə məsələsini tam əldən versin, raketli məsələsinin söhbətinə girsin. Niyabət məsələləri zaten həll olunubdur, o qədər bir şey qalmayıb. Bir fərq elə Həşd şərbi qalıbdır, Rusiyadan da çəkildi, o birislər kullan əldən veribdir. Həşd şərbi ilə bağlı Irakda da danışmaqlar gedir. Yəni İran niyabət məsələsi kullan demək ki, daha o kart yoxdur ki, ondan oynasın. Ancaq təkcə kartın da qalıb nüvə məsələsi, raketlər məsələsi ki, burada indi mən düşünürəm ki, miz üstündə olacaqlar və bununla bağlı danışıqlar bu şənbə günü Ummanda getməkdədir. Digər məsələ isə Birləşmiş Ştatlarla müzakirələr məsələsində Pezeşkiyan və Xameneyinin fikir ayrılığında olmasıdır. Ümumiyyətlə, belə bir fikir ayrılığı varmı? Varsa, nə ilə nəticələnə bilər? Xameney çalışırdı Trump nəqşini oynaya. Trump kimin dünyaya hədə qorxu gedə və Trumpın özünə deyə ki, biz eləməliyik, sən böyük şeytansan, sən şərafətsizlikdir səndən danışmaqlıq. İstədi özün belə görsə də, eyni halda bu stratejisinin hər zaman içində illərdir, bu təbii 30 illikdir ki, bu məsələlər vardı. Elə bu hər zaman bu nöqtəni tutub deyib, amma arxadan da danışıqlar gedib. Bu Salihi vaxtında da olubdur, Əraqçının vaxtında da olubdur. İndi də aynı durumdur. Xamenei istəyir özün belə görsə də ki, Amerika ilə danışıqlıq yaxşı deyil, amma daldan yollu ki, əgər bir nəticə vermirsə deyə, mən döydüm, bunlar idi. İndi aynı oyun getməkdədir. Bu dəfə də Pezeşkiyan deyir ki, danışaq. Ay Əbdülazədə dövlət içində idi, Urumiyəli. O dedi ki, Xəlic üstündə sözçüsüdür bugün İranın. O dedi ki, dövlət təslim tutubdur ki, danışığa geçsin Amerika ilə, açıq dedi. Onun adı ilə Ay Pezeşkiyan dedi ki, biz danışığa gedəcəyik. Dış işləri oyunbayan çaldı ki, ola bilər, olmaz. Əraqçı biraz Xameneiyə çox yoxun. Amma nəhayət buna yetişdilər ki, danışmaqdan başqa yol yox. Xamenei də dinmədi, sükut eləyibdir. Sükut əlamətən məşə rızadır, qəbul edirəm və əgər bir şey olmasa da bəs sorumlu Pezeşkiyan idi. Yəni belə bir oyunla Xamenei oynamaqdadır. Amma indi anlaşılıb, keçmişdə deyirlər ki, biz üz-üzə danışmarıq, amma dolayısı yolla danışarıq. İndi Trump deyir ki, yox, yüksək səviyyədə, görüşlərdə üz-üzə danışıq gedəcəkdir. İran da deyir, yox, üz-üzə danışmayacaq. İkinci məsələdir məncə, birinci məsələ deyil. İndi birinci dəfə mümkündür, əslən dolayısı yolla, amma ikinci dəfə də mütləq bunlar üz-üzə danışacaqlar. Və bu əsas məsələsi İranın budur ki, həttəmən danışıqlar olsun. Yoxsa İranın bugün Amerikanın silahlı qüvvələrinin, İsrailin silahlı qüvvələrinin qarşısında durmaqlığa heç şansı yox. Olmadığı üçün İran əməldə bir danışığa gedir ki, orada təslim olmaqdan başqa bir söz yox. Yəni orada getmir müzakirəyə müəyyən paylar ala. Gedir paylar verə, özün hökumətini saxlaya.
Belə deyək də, İran öz müstəqilliyini mi deyək, öz təhlükəsizliyini mi deyək, təmin etməkdən ötürü istənilən halda o masaya oturacaq və hansı diktə olunursa, nə diktə olunursa onu da qəbul eləyəcək. Təbii. Ondan çıxış yolu yoxdur. Çünki bilirsiniz, indi İranın durumu içəridə millətlər, İranda yaşayan millətlər əslən İranı sevmir. Parlament seçkilərində son parlament seçki 13% iştirak etmişdi. Demək Cumhuri məsələsinin seçkilərində, prezident seçkilərində üçün Xamenei gəldi, Azərbaycan Türk kartını oynadı. Bu bir Azərbaycanlı gəlmiş üstə qeyri-fas millətlər, qatil fasların qabağında bu kart oynadığı üçün bu seçkilər getdi 40%. 40-a getdi. Amma o 40% də hakimiyyəti sevmir. O 40% öz istəkləri əsasında ki, bir nəfər bizdən olsun, bizim istəklərimizi tələb etsin deyə gedibdi. Pezeşkan eləyə bilər bu qeyri-fas millətlərin dil məsələsini, ayrı-seçkilik məsələsini, ekonomi məsələsini və bunların haqlı milli istəklərini yerinə yetirsin, fas şovinistin hakimiyyətinin içində qətlən eləyənməz. Çünki bunun aparıcısı vilayət fərqi sistemində Beyt rəhbəri və onun üstündə Xameneidir. Ona görə mən düşünürəm ki, bu da eləyə bilməz, amma zaman qazanır. Hakimiyyətin həm danışıqlarda zaman qazanmaq hədəfidir, həm Azərbaycanlılarla bağlı Pezeşkanı üstə gətirməklikdə zaman qazanmaqdır ki, bəlkə bu zaman içində hakimiyyət özünü toparlaya bilər. Ekonomi baxımından millətin dərdində əsas bomba ki, İranca patlamaqdadır, ekonomi məsələlərdir. Hələ o eşik məsələləri qalsın önündə İsrail təhlükəsində, əsas məsələ indi odur. Toxunduğunuz ki, əsas məsələ həm də İrandakı ekonomi məsələdir, yəni iqtisadi problemlərdir. İranda iqtisadi problemlər getdikcə dərinləşir əslində. Hər keçən gün biraz daha pis vəziyyətdə qarşımıza çıxır. Bu özlüyündə sosial partlayışa səbəb ola bilərmi? Təbii. Baxın, İranda çoxlu məsələlər var. Qadın məsələsi var, milli məsələ var, su məsələsi var, Urmu gölü məsələsi var filan. Amma bir də ekonomi cəmaətin yaşam məsələsi var. Baxın, dolar Pezeşkan iş üstə gələndə 50 neçə min idi, indi olub 100 min tüməni aşıb, dubl olubdur. 8 ay gəlib üstə. 8 ayın içində fikirləşin ki, cəmaət 2 qat kasıblaşıb. Və cəmaətin gəliri olmadığı üçün bunlar eşikdən ərzağın çoxluğun dolarla aldıqları üçün nəticə nə olur? Cəmaət kasıblaşır, artıq kasıblaşır, ərzaq tapılmır, dava-dərmanda çətinlik vardır. Siz bunların üstə gəlin ki, dövlət elektrik baxımından, işıq baxımından çətinlik var, işığı tez-tez qət edirlər, cəmaətin işığı yetirə bilmir, internetdə çətinlik var. Bəli, müəssisələr bağlanır, dövlət məcburları fabrikalara bağlasın. Əyalətlərdə tətillik edirlər ki, tətil olsun ki, bəlkə cəmaət evdə qalsın, gəl-get, xərcmət azalsın. Və bunların hamısı cəmaət işsizliyi çoxalır, bahalıq təbiidir ki, bu bomba kimi patlayacaq. Hələ bunun üstə siz gəlin ki, indi su məsələsi izafələşir. İndi getdikcə havalar qızışır, İran barajlarında su yox və hamı bilir ki, su fırtınası, su bombası da yoldadır. Cəmaətin suyu olmuyor, elektrik olmuyor, məişət məsələsi olmuyor. Bu cəmaət həttəmən ayağa qalxacaqdır. Və İran rejimi bunu bilir. Və buna görə çalışacaqdır ki, bir sıra ayrı bir məsələləri əks eləməklə cəmaətin bu dərdlərini ikinci nöqtəyə saysın. Ki, cəmaət bununla bağlı qalxsa ayağa, bu aclıq aksiyasıların gözü biraz da deyirlər çox olar. Yəni qabağa gələni sel kimi bu əzər dağıdar. Bunu keçmişdə İran yaşayıbdır. Həm benzinin bahalaşmasında yaşayıbdır. Aclıq məsələsində bağlı görüb ki, Tehranda başında nə oyuna gəlir, nə aclıq bölümləri vardı Tehranda, məişət məsələsində, başqa ölkələrdə, özəlliklə Güney Azərbaycan məsələlərində ki, daha kasıbçılıq, işsizlik bizim bölgədə, o birisi bölgələrə çoxdur. Ona görə İran çalışır ki, bunu dolayısı yolu ilə ikinci məsələ eləsin. Həll etmək qabiliyyəti yoxdur. Çünki nə müdiriyyətdə bunun başarılığı var ki, deyək proqramı vardı, cəmaətə ümid verə bilir. Gənclərin içində tam ümidsizlik vardı və bir tərəfdən də uyuşdurucu maddələrin çoxalması, xanımlara bu sayğısızlıqları, bu hicab məsələsi ki, bunlar mətrəh edirlər. Fəqət buna xatirdir ki, düzdür qadınlara qarşı bir oyundur və İranda cəmaətin yarısının problemidir. Amma bir dənə də buna bu ki, deyirlər, yox, layihə gətiririk. Bu layihə gətirmək çox budur ki, cəmaətin zehnini çəkərlər hicab məsələsinə ki, cəmaət bu ekonomi məsələdən uzaqlaşar. Hətta bu atom məsələsində də ki, bunlar bu qədər çoxaldırlar ki, biz nə cür danışacaq, danışmayacaq. Orada da bunlar hədəfi budur ki, cəmaəti bu iç problemlərindən uzaqlaşar.
bilirlər ki, burada inqilab hissi Belə gəlir. deyək ki, xarici siyasətlə bağlı məsələləri qabardaraq daxildəki problemlərin üstün bir qədər örtbasdır eləməyə çalışılır. Bəs Mahmud bəy, Güney Azərbaycanlıların Azərbaycana baxışına da toxunardınız. Azərbaycana baxışı nədir? Güney Azərbaycanlılar hər zaman, yəni belə 1918-ci ildən ki, Məmməd Əmin Rəsulzadənin hökuməti yarandı. O vaxtdan ta 1991-ci dövlətimiz burada yarandı. İndiyədək hər zaman gözləri Bakıda olub, Azərbaycanda olub. Ki, buradan həm musiqisindən, həm incəsənətindən, ədəbiyyatından, şeirindən tutmuş, ta indi gəlib yetişib buna ki, televizyonları, verilişləri və siyasi baxışları və Azərbaycanın istiqlaliyyətin ayaq üstə durmasından sevinir, ilham alır ki, mənim 3-dən 1, 4-dən 1 millətimin qoşqoca bir dövlətə çevrilmədi və günbəgün irəli getməkdə, özəlliklə Qarabağda torpaqlarımızın azad olunması böyük bir coşqu ilə və həyəcan yaradıb və millətə qürur gətirdi. Cəmaatın onuru gedib üstə ki, biz belə millətik. 20-30 ildə bizim torpaqlarımız işğal olunsa, biz azad edə bilirik. Bəs bundan alır ki, əgər mənim 3-dən 1, 4-dən 1 millətim bu işi görə bilir, məndə də bu qabiliyyət vardır ki, mən ki, sümücəçilik altındayam, mən bu sümücəçilik altından qalxıb və mən də öz dövlətimi qura bilirəm. Ona gəldiğinde Güney Azərbaycanda azadlıq, ədalət, milli hükümət sloqanı çox getdikcə yerini alır ki, biz dövlətimizi quracağıq. Və Urma hərəkatını ki, siz gördünüz, Urma hərəkatında 500 minə yaxın insan töküldü xiyabana və xalız Azərbaycan Milli Hərəkatının istəklərini dedilər. Urmunun istəkləri ki, Urmu bizimdir, bizim qalacaqdır, vətəndən pay olmaz, Kürdistan olmaz. Bu istəklərin hamısının dalında, Azərbaycan Milli Hərəkatının dalında Quzey Azərbaycanımızın Cümhuriyyətinin bayrağının əsməsi və çox düzgüncə Azərbaycan Cümhuriyyətinin siyasətlərinin irəliləməsidir. Yəni Quzey Azərbaycanın İsrail ilə bağlı, Amerika ilə bağlı, Rusiya ilə bağlı, özəlliklə Ukrayna ilə bağlı baxışları və hamısından daha önəmli Türk dünyası ilə bağlı. Cənab İlham Əliyev deyir ki, bizim əsas məsələmiz Türk dünyasıdır və Türk Dövlətlər Birliyinin biz bir parçasıyıq və bunu strateji götürür. Bunlar hamısı bizə çox, yəni bununla sevinirik ki, belə bir dövlətimiz vardı Quzey Azərbaycanımızda, yol göstərir və bu Güney Azərbaycanı etkilir. Ki, biz də Türk dünyasının bir parçasıyıq, amma Türk dünyası Güney Azərbaycanın dövləti olmayınca ləxlir. Çünki Azərbaycan 50 milyonluq bir dövlətdir, millətdir. Bu milləti olar mı 10 milyondan biz fərq təmsil edək? Bunun böyük hissəsi Güney Azərbaycandadır. O əsasda Güney bu yana umid bağlayıb ki, bu yandan səsi yayılacaqdır. Elə burada az-bucaq zəhmət çəksin. Bu çox önəm daşır. Medialarımız, televizyonlarımız, siyasi adamlarımız, jurnalistlərimiz daha artıq Güneyin məsələlərin gündəmə gətirmələri bizim üçün çox demək ki, əlverişli və həyati bir məsələlərdir. Çünki biz indi dövlətçiliyin aşamasındayıq. Yəni keçmişdə biz siyasi açıdan buna özümüzə bir proqnoz kimi, ön görüş kimi baxırdıq ki, gələcəkdə olacaq. Amma indi bunu ləms edirik. Yetişməkdəyik biz dövlətçiliyimizə. Və bu aşamada demək ki, hamının yanımızda istəyirik ki, bizim dərdlərimiz deyilsin, bizim özəlliklə siyasi zindanlarımızın dərdləri deyilsin. Baxın, Əzimi qədimində 40 günlük aclıq aksiyası keçirdi. 6 zindan alıbdır. Hüccət İslamdır, paltarlarını soyundurublar, işgəncə altındadır. Ayaz Seyfxa 14 il zindan veriblər bu adama, milli hərəkətlər, milli istəklərimiz üçün. Fişar altındadır, 14 il zindan. Nə bilim, Tahir Nəqəvi vəkilimizdir, nə bilim, Araz Aman, nə bilim, çox-çox Fatih Atəşin, yəni onlarca bizim siyasi zindanlarımız vardı ki, bu gün işgəncə altındadır. Onların səsi olmaqlıq bugün bütün medialarımızın işidir. Ta onlar var olduqca Güney Azərbaycan da daha güclü edə bilir, irəli getsin. Çox təşəkkür edirik Mahmud bəy. Həm studiyamızın qonağı olduğunuz, həm də suallarımıza ətraflı şəkildə cavab verdiyiniz üçün. Təşəkkür edirəm. Çox sağ olun.